Hamma Haşimovdan, ben salamlayıram. Kılıçıma günü salamadık ki, hamını salamlayıram. Havaya hoş geldin deyirəm. Allah canınızı salamat eləsin. Əgərin sözünə bir əlavəm var ki, kim hansı dildə danışmaq istəyir, danışar və öz sözünü, öz fikrini çatdırar. Rusça danışmaq istəyən varsa, Rusça danışa bilər. Yəni, məhdudiyyət yoxdur, çünki bizdə tolerantlıdır. Bu, əgər biraz da dərinə geçsək, bu tolerantlıq çoxdan ibtidaidən bizim xalqlar arasında qoyulur və Cumhuriyet Hamurruce ama başka hem mağlubu vardır ki şuna bu meclisede Sədir İsmail Qoğuzana Allah'ın müəllim yola verdi. Allah'ın müəllim sözler budur ki bunu tərif məkədir. Həmçi Xosiyəfə yazmış Allah Turizm'dan o öz təriflərini istəmir. Ama masalda Qur'an-da vaxtında işləmir, müəllim olub Rəfi Həsənov. Rəfi Həsənov. Mən ilk dəfə rayonda, yəni zaman idi, çıxış elədim Mirzə İbrahimovun böyük dayak əsəri haqqında. Mən kiməm, Mirzə İbrahimov kimdir? Danışdım da, ertəsi günü çayxanada uzaqda məni gördü, gəldi. Başladım məni tərifləməyə falan, dedim, ay Rəfi müəllim, elə onlarda müəllim kimi, məni niyə bu qədər tərif edirsən? Dedi, təriflənməyə ruh susuz səhra kimidir. Yəni, Allah'ın müəllim istəsə də, istəməsə də, onun tərifə layiq cəhətlərini deməliyik. Düzdür, mən Allah verirəm, indi şehirdən onları deyəcəyəm. Allah verdi, mən demək olar ki, 60 ildir. Dostdur, onun mənfi cəhətində, müsbət cəhətdə bilirəm. Amma bütövlükdə insanın mənfisi də olmalıdır, müsbət də olmalıdır. Bütövlükdə insanın xasiyyəti budur. İndi zamana belə gəlir, əgər deyir ki, bizə imkan verilir. İndi zamana elə gəlir ki, bəyə yoldaşlar danışanda dedim, biz özümüzü tanıtmasaq, deməsək, bizim hakkımızda heç kim danışmayacaq. Yaddan çıxır. Baxın, informasiya vasitələrinə. Kimin adamı var, öz adamını orada qoyur. Kimin adamı yoxdur, yaddan çıxır. Amma Allah'ın müəllimi yaxşı cəhəti odur ki, demək olar ki, ədəbiyyatın bütün növlərində özünü sınayır. Həmmə formada məmişlər. Kördü gəlməmişlər, mani gəlməmişlər. Dram əsəri gəlməmişlər, piyesi gəlməmişlər, roman gəlməmişlər və ilahı. Allah'ın müəllim belə müəllimdir. Onun haqqında çox danışmaq olar. Mənim onun haqqında çoxlu şeirlərim var. Yəqin ki, aparıcılar mənə söz verərlər. O birinci şeiri oxuyur. Sonra əllərdən xahişləri, qardaşlarını nəzərə alıb, yenə də mənə söz verəcək. İnşallah. Şestoriki deyəndə düzdemon. Bırvada hecəmə rostemon. Kosarüzdə ivrədə pedamon. Bələrüzdə bəyəndə rəstamon. Və mələkun ivrədə şeramon. Dış çəşməli yəndə dili məstamon. Tüm rəşədə okuşlamın iyəndə. Aşiş bədə seyri safa beşlamon. Pülümünni həristimon bəmərə. Dış şeiri, dış safanı məslimon. Kür bəqədə isbatımın karda ki, toluşumun, bəmon, qısən fəstimon. Hanali,
Vey tefekkür müşteri. Veyan bana otedaki Müslüman. Veyan bana otedaki Müslüman. Aliyah, verirəm sana, sonra gelenden söz verersen. Oldu. Tebrik. İlhan olmakasın, üstünü de müştekasın, bana tepkiye müştekasın, mevki sadık salamıdır. Şu merhametler qədəli, hem yaşada hem sanata, güler ilgilenmesi kafşada, hayır kadar sakit umadan. Çabanın sıxarın növeşte bilen ve YouTube novabı, daveti çıkılar, milleti, güçlük bakma gerek yok bu. Şimdi ödülü çıkacak, her kadar kafşada sakit umadan. Azimizden ki de Toluşi ne var Müslümani ve azmet duabını. İdare mikrofonumda başlayalım yani sıradıksa boşta. Ama tazavadım. Cana. Ben mikrofona kadar program. Maşı besim sadı o. Vakit olmadan bak kayşak. Bak. Darası bilelim. Bilme ha. Manan bağladım yani şehrin nöfte başlama ustadı. O ara bağladım inşallah. Gələşi də var doktor. Buradaki kimi lahvatkın dayıdır. Amadan manavara gelsə, günün bir bu adam bu mağdur günü gördük. Hemudan bir de bana lahvatka. Demək lahvatka var dayıdır. Doktor buradaki yağındı. Aşağı bakımanda şu rəvşədə işte neydi bileyim. Ne kadar bileyim. Bu da yağın içki bir peşimidar. Akşam kaç kadar. Bu da yağın içki bir peşimidar. Ne içki peşimidar. Orada tüküne var bir içki biçimdenlik, şabakı mandanlik, pabuz kaksanlik. Yağlı tıkılı malaka işte kaşın beşler. Ama arada Sibükü'nün mesela yolduğum şükür müellim, benim malaki gibi odamı, ile kaşın işleyim. Kemal Meclis'in yaraşığı, Türkiye kapayı uzun müddet masalede bir burada, ama İstanbul otemli ki, konsolunda ruhatı kapayı. Gidemiyor, peşmez, sıkanı birden başa bağırsak kalıyor, mesela Sibükü, mesela Ülkü Famil ve Hacı Şükür koydu. Ya. Bizim halkımızın tarihi bir gün. Çünkü bizim Cənub bölgesinde tanınmış aksaqqal, güzel edebiyatçı, şiir ve poeziya vurgunu, güzel şairimiz, hamımızın dostu, Allah'yedi müəllimin anadan olmasının 80 illiği günüdür. Çünkü 80 il ömür yaşamak böyük cesaret tələb edir. İnsan dünyaya gelen andan Allah Teala ona ömür ayırır. Her bir insan özüne məxsus bir ömür yaşayır. Öz ömrün. Kimi yaşayır? Cəmiyyətdə, el-obada, qohum-ağrabədə sayılır, hörmət sahibi olur, Allah bəyənən ömür yaşayır və onu yaşamağından doymursan. Kimi yaşayır, özü üçün yaşayır və Allah'ın düz olan, haqq olan yolun güdürü özü üçün yaşayır, onun yaşamağını duymursan. Allah verdi müəllim, mən təxminən bir 20-25 il bundan qabaq o kişini tanıyıram, onun evində olmuşam, onun məclislərində olmuşam. Allah verdi müəllim bir ziyalı kimi şəxsən bizim Cənub bölgəsində ərsiyə gələn kitabların, alış yazıçıların, yazarlarının ərsiyə gəlməsində onun böyük zəhməti var.
Bunu hamımız şahidiz. Ve adam var 80 il, 70 il yaşayır, ama dönüp arkaya bakmağa cesareti çatmır. Ben 70 il, 80 il yaşamışam, ne için yaşamışam? Benim kazandığımla itirdiyim görəsən bir-birin tarazlaşdırır, balans verir ya yok. Bunu her adam cesaret edip arkaya bakmağa cürəti çatmır. Allah verdi mənim elə bir ziyalıdır ki, insanın bütün ömrün mərhələlərində, məsələn, onun yaşamağı hiss olunur. İnsan ömrü fəsillərə bölünür. İnsan ömrü uşaqlıqdan gəncliyə, cavanlıqdan qocalığa, hər bir insan bir ömür, bir yol qət edir. Buna ömür yol deyirlər. Və hər bir çayın axarı olduğu kimi, hər bir insanın da ömür yolu var. Allah verdi müəllim, bizim Cənub bölgəsində tanınmış bir ədəbiyyatçıdır, bir şairdir, bir jurnalistdir və mən onu təqribən ən azı bir 30-40 kitabın ərsiyə gəlməsində onun böyük zəhməti var. Bu böyük zəhmətdir, bunu heç kəs bunu dana bilməz. Günləri Allah verdi müəllimin 80 illik yürüyüş. Nə yaxşı ki bizim belə ziyalılarımız var. Nə yaxşı ki Allah verdi müəllim kimi müəllimlər bizim cəmiyyətdə yaşayır. Və Allah Teala da ona 80 il ömür verir, bu elə belə deyil. O inşallah bundan sonra onun 90 illiyi, 100 illiyi qeyd edəcək. Ömür keçir fəsil, yazın başqa ləzzəti var. Allah verdi müəllim 100 yaşasın, 100'ün başqa ləzzəti var. Nə gözəldir bu cahcalal. Dərə keçdim, dağa can al. Azaldıqca dizdə taqət, dizin başqa ləzzəti var. Demə eniş yoxuş çətin. Gəz qoynunda bağ-bağatın, cənnət bağında söhbətin, sözün başqa ləzzəti var. Elovuyam bu çağında, zəhmət çəkdim torpağında. Ata yurdun ocağında közün başqa ləzzəti var. Allah Teala, Allah verdi mənim ki, canım sağ olsun. Bunun bu mikrofon bizi xəstələndirəcək. Ürəkdən təbrik edirik səni. Sənə can sağlığı olsun. Allah Teala sizi var eləsin. Həmişə bir yerdə ola, bir-birimizin məclislərinə yaraşıb verə, öz sözümüzü deyə, öz tövbəmizi verə. Sənə təbrik edirəm, qardaşım. Çok sağ olun.